Baş nazirimizi vəhşicəsinə öldürüb şəhid etdilər. Şəkildə gördüyünüz Əli Heydər Qarayev adındakı bu məşhur xain ictimaiyyətə yalan xəbər yayaraq demişdi ki, güya Nəsif bəy Yusifbəyli 98 milyon manatla qaçmaq istəyərkən Bakı Dəmir Yolu vağzalında yaxalanaraq həbs edilib. Lənət də rəhmət qədər oxunması gərəkən müqəddəs duadır. Xainləri tanımaq və onları lənətlə yad etmək vətəndaşlıq vəzifəmizdir. Əli Heydər Qarayevi çoxumuz tanıyır və bilirik. Abbas Səhhətin ən çox ümid etdiyi tələbəsi olaraq bilinir eyni zamanda. Həm Azərbaycan Xalq Cumhuriyyətinin, daha sonra isə xəyanət edərək Sovet Azərbaycanının və Gürcüstanın deputatı olmuşdu. Ruslar onu bolca təltif etmişlərdi. Xəyanət, düşmanın arzuladığı və dəstəklədiyi bir politika olsa da, heç bir zaman güvənmədiyi davranışdır. Şəhid baş nazirimiz Kürdəmirdə qırmızı Rus şeytanları tərəfindən yaxalanmış və vəhşicəsinə şəhid edilib bastırılmışdı. Şəhid baş nazirimizin Rus sürücüsü bu qəddarlığa şahid olan biri idi. Çətinliklə də olsa Türkiyəyə qaçaraq canını qurtara bilmişdi. Daha sonra isə şəhid Nəsif bəyin həyat yoldaşı Şəfiqə xanım ilə əlaqə quraraq onun dəfn olunduğu yeri nişan göstərmişdi. Yenə bu yerdə tarixin qəhrəman oğulları, Gəncəliləri görürük. Şəhid baş nazirimizin çöllükdə bastırılan nəşini çıxardaraq hökumətdən gizlincə Gəncəyə gətirmişlərdi. Əli Heydər Qarayev bax belə bir məqamda şəhidimizə iftira atmışdı. Yaxşı, bəs digər bir türkçəmizlə desəm, bütün bunlar onun yanına mı qaldı? Xeyr, sadəcə özü də deyil, bütün nəsil əcabəti bu xainliyin lənətinə düçar olub darmadağın oldular. Öldürülmüş, sürgün edilmiş, yetim qoyulmuş məsumların ahnaləsi Əli Heydər xainini elə öz hamiləri tərəfindən şərlənərək güllələnməsinə səbəb oldu. Həyat yoldaşı Həkim Xavər xanım sürgün olundu. Qardaşı Əlövsət uzaq şərqə qaçıb getdi. Ümumiyyətlə Qarayevlər ailəsinin 11 üzvündən ana, ata, 7 qardaş və 2 bacıdan sadəcə 2 qardaş sağ qaldı. Digərləri ya öldürüldülər, ya da ki, dünyadan əlil kimi köçüb getdilər. Əli Heydər xaininin oğlu məşhur geofizik Nazim Qarayevin isə aqibəti bəlli deyil. Maraqlısı odur ki, atası haqqında fəxrlə qələmə aldığı kitabı da vardı. Hər oğulun atası necə olsa da özünə qəhrəmandır. Bəli, heç bir zülüm cəzasız qalmaz. Heç bir ah yerdə qalmaz. Ümumiyyətlə, zülüm qapağı açılmaması və yaxud toxunulmaması gərəkən Pandora'nın qutusudur. Bir kərə toxundunmu, o lənət bütün sevdiklərinə bulaşar. Vətən üçün hər şeyini ortaya qoyanları rəhmətlə, onlara mane olub xəyanət edənləri və hətta edəcəkləri əbədi lənətlə yad edirik. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.